Yarım finalda çətin kateqoriyada düşmüş bir ədədlər nəzəriyyəsi sualına baxaq. 2023 üstü 2043 ədədinin son 2 rəqəmini tapın. Biz burada Euler teoremini istifadə edəcəyik. Euler teoreminə görə bu modla bağlı bir qaydadır. A üstü phi n bərabərdir 1 mod n. Bu nə deməkdir? A üstü Euler funksiyası, bu phi Euler funksiyasıdır. Biz phi'nin n üçün qiymətini tapandan sonra A üstü phi n həmişə n-ə bölünəndə 1 qalıq vermək zorundadır. Son 2 rəqəmi axtarırıqsa, bu o deməkdir ki, mod 100-də məsələnin cavabını tapmalıyıq. Ədəd 100-ə böləndə son 2 rəqəmi qalıq kimi tapırıq. Phi 100 burada məşhur bir qayda olaraq hesablana bilər ki, 40-dır. Özünüz də hesablaya bilərsiniz. A ilə n qarşılıqlı sadə olmalıdır. Burada gördüyünüz kimi 2023 ilə 100 qarşılıqlı sadə olduqlarından biz burada Euler teoremini işlədə bilərik. 2023 üstü 40 bərabərdir 1 mod n, yəni 1 mod 100 Euler teoreminə görə. O zaman 2023 üstü 2043-ün içindəki bütün 40'lar nə verəcək? 1 mod 100. Yəni 2023 üstü 2043 bərabərdir 2023 üstü 40 üstü 40'ı neçəyə vuranda 2040 eləyir? 51'ə. 51 və burada əlavə qalan 3 ədədə yazırıq 2023 üstü 3 kimi. Bu ədəd 1 verdiyi üçün mod 100-də bizim teoremimizə görə bu ifadə yox olur. Yerdə qalır 2023 üstü 3. 2023'ə də mod 100-də baxsaq eləyəcək 23 üstü 3. 23 üstü 3'ü ayırırıq. 23 üstü 2 vur 23 və 23 üstü 2'ni hesablayanda 529 vurulsun 23. 529 mod 100'də verir 29 vur 23. 29 vur 23'ün də qiyməti 667'dir. Və 667'ni də 100'ə böləndə cavabımız son 2 rəqəm 67 C variantı olacaq.